Salam əziz İntibah TV izləyiciləri. Bu gün Azərbaycan tarixində mühüm günlərdən biri olan Milli Mətbuat Günü haqqında danışacağıq. Azərbaycanda milli mətbuatın əsası 1875-ci il iyulun 22-sində görkəmli maarifçi Həsən bəy Zərdabi tərəfindən nəşr olunan Əkinçi qəzeti ilə qoyulub. Həsən bəy Zərdabi yaxşı anlayırdı ki, bir xalqın inkişafı yalnız iqtisadi və hərbi gücdə deyil, həm də savadlı cəmiyyət və azad düşüncə ilə mümkündür. O dövr üçün böyük çətinliklərə baxmayaraq, Əkinçi qəzeti xalqı maarifləndirməyi, elmə, təhsilə və milli düşüncəyə təşviq etməyi qarşısına məqsəd qoymuşdu. Məhz buna görə də Həsən bəy Zərdabi Azərbaycan mətbuat tarixinin banisi kimi böyük hörmətlə xatırlanır. Bu gün mətbuatın rolu əvvəlki dövrlərlə müqayisədə daha da artıb. İnformasiya texnologiyalarının sürətli inkişafı nəticəsində xəbərlər saniyələr ərzində milyonlarla insana çatır. Bu isə jurnalistlərin və media qurumlarının məsuliyyətini daha da artırır. Müasir dövrdə mətbuat yalnız xəbər yayan vasitə deyil, o cəmiyyətin maariflənməsinə, ictimai rəyin formalaşmasına və vətəndaşların düzgün məlumatlandırılmasına xidmət edən mühüm institutlardan biridir. Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra milli mətbuatın inkişafında da yeni mərhələ başlandı. Ulu Öndər Heydər Əliyevin rəhbərliyi dövründə mətbuatın inkişafı istiqamətində mühüm addımlar atıldı. 1998-ci ildə Azərbaycanda senzura ləğv edildi. Bu qərar ölkədə söz və mətbuat azadlığının inkişafı baxımından mühüm hadisə oldu. Bu siyasət bu gün də Prezident İlham Əliyev tərəfindən davam etdirilir. Qanunvericiliyin yenilənməsi, rəqəmsal medianın inkişafı, jurnalistlərin peşəkarlığının artırılması və informasiya təhlükəsizliyinin gücləndirilməsi istiqamətində müxtəlif addımlar atılıb. Xüsusilə də Vətən müharibəsi dövründə Azərbaycan mediası operativ və dəqiq məlumatların cəmiyyətə çatdırılmasında mühüm rol oynadı. Ancaq güclü mətbuat təkcə texnologiyalar ilə formalaşmır. Güclü mətbuatın əsas şərti peşəkarlıq, operativlik, məsuliyyət və həqiqətə sadiqlikdir. Jurnalistlərin ən böyük vəzifəsi cəmiyyətə dəqiq və yoxlanılmış məlumat təqdim etməkdir. Azərbaycan mətbuatının keçdiyi yol zəngin tarixə malikdir və bu ənənənin gələcəkdə də peşəkarlıq, obyektivlik və milli maraqlar prinsipləri əsasında inkişaf edəcəyinə inanırıq. Milli Mətbuat Günü münasibətilə bütün media nümayəndələrini təbrik edir, fəaliyyətlərində uğurlar arzulayıram. Diqqətiniz üçün sağ olun.